Evi nə üçün tikirsiniz? Bu gördüyünüz evlər insanların rahat yaşaması üçün və yaxud da kənardan baxanda gözəl görünməsi üçün deyil, əcdadlarının ruhlarının sakit olması üçün tikilir. Bu gördüyünüz evlər Tonkanan evləri adlanır və İndoneziyanın Sulawesi adasında Toraya bölgəsinin ənənəvi evləridir. Bir ev bir ailəyə aiddir. Bu evləri heç bir maklerdən qaqa əlimdə babbat ev var, çay içməyə yeri falan da var kimi cümlələrlə satıldığını görə bilməzsiniz. Çünki bu Tonkanan evləri satılmır və nəsildən nəslə ötürülür. Damlarının bu formada olması isə Toraya bölgəsindəki bufalonun və ya camış hər nəysə ondan o heyvanın müqəddəs olmasından irəli gəlir. Elə ona görə də evlərinin damlarını bufalo buynuzu formasında ediblər. Hər evin qarşısında bu formada buynuzlar var ki, bu buynuzlar da həmin ailənin keçirdiyi dəfn mərasimlərini və kəsdiyi qurbanları göstərir. Bufalonun buynuzu nə qədər iridirsə, ölmüş şəxs də bir o qədər hörmətli, qabiliyyətli, izzətli, qirgətli, ləyaqətli və bir qədər də ətli-mətli sayılır. Yəni qısacası gördüyünüz bu Tonkanan evləri əcdadlarının ruhlarının sakitliyi üçün tikilir və nəsildən nəslə ötürülür. Bəs yaxşı, siz evi nə üçün tikirsiniz?